Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Azərbaycana işgüzar səfərə gəlib. Ukrayna prezidentinin səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək görüşü keçirilib. Görüş zamanı Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Moskvanın razılığı ilə Rusiya ilə danışıqların növbəti mərhələsini Azərbaycanda keçirməyə hazır olduğunu qeyd edib. Moskvanın bu təklifə reaksiyası gecikməyib. Rusiya mediasının xəbərinə görə, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin birinci müavini Vladimir Jabarov bildirib ki, əgər Bakı bütün iştirakçıların təhlükəsizliyini təmin edərsə, Rusiya, ABŞ və Ukrayna ilə Azərbaycanda üçtərəfli danışıqlara razı ola bilər. Jabarov Azərbaycanı normal yer adlandırıb və Moskva ilə Bakı arasında yaxşı münasibətləri qeyd edib. Əgər Azərbaycan danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, mən hesab edirəm ki, bizim danışıqlar qrupunun iştirakçıları Azərbaycana sakit şəkildə gedə bilərlər, deyə senator vurğulayıb.